Serbiya prezidenti Aleksandr Vučić Azərbaycanın Azvirt şirkətinin inşa etdiyi Slepčeviç-Badovniçi yüksək sürət yolunun tikintisi ilə tanış olub. Azərbaycanlı mütəxəssislərin işini yüksək qiymətləndirən dövlət başçısı bu hissənin dekabrın 19-da açılacağını bildirib. Prezident Vučić ölkəsində icra edilən bir çox layihələrdə iştirak edən Azvirt şirkəti ilə heç vaxt problem yaşamadıqlarını bildirib. O həmçinin Azərbaycan prezidenti İlham Əliyevə salamlarını da çatdırmağı xahiş edib. Mi sa njima nikada nismo imali probleme. Azvirt radi... Azvirt İsveçrə saatı kimi işləyir və hamı yaxşı işləyir. Murad, Fikrət, hamısı ustalıqla işləyir. Ehtiyac duyduğunuz zaman həmişə yanınızdadılar. Bu qədər yaxşı işləyə biləcəyiniz az adam var. Çox ciddi bir şirkətdir. Onlar Vojvodinanın təşəbbüsünün tikintisi üzərində də işləyirlər. Prenesi moje pozdrave mom bratu Ilhanu. Qardaşım İlham Əliyevi salamlayıram. Ona çoxlu salamlarımı göndərirəm və sizə uğurlu işlər, bol müvəffəqiyyətlər arzulayıram. Sreća, radom, želim na uspeh.